Martın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə sabah Bakıda və Abşeronda havanın yağmursuz keçəcəyi, cənub-qərb küləyin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Temperatur gecə 8-13, gündüz 25-30 dərəcə isti, atmosfer təzyiqi 750 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70, gündüz 45-50% proqnozlaşdırılır. Naxçıvanda gecə və səhər bəzi yerlərdə yağıntı ehtimalı var. Havanın temperaturu 7-9 dərəcə isti olacaq. Sabah gecəyə doğru Azərbaycanın bəzi rayonlarında havanın yağıntılı olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə sulu qar yağacağı bildirilir. Gecə və səhər duman olacaq, qərb küləyi güclənəcək. Temperatur gecə 9-14, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.